Verilişin sponsorları Ruski Vkus, Karella boyaları, əla tumları, Smart ayaqqabı təmizləyiciləri, evinizin əşyaları, Quix məhsulları. Çıxın, telefonlarınızı qoyun, qırağa söz danışıram axı mən. Yığmışam sizi bura ki, sizə bir şad xəbər verim axı. Niyə belə eləyirsiniz, ay hörmətli qohumlar, ay dostlar. Bax, neçə vaxtı deyirsiniz ki, Şən müəllim, mərifətli iş, qanacaqlı iş, başımızı ucaldan bir şirkətimiz olsun, kampaniyamız olsun. Sizin bütün bu istəklərinizi nəzərə alıb, Şən müəllim bugün sizə bir müdür kimi, həm də bu şirkətin təsisçisi kimi sizə yeni bir holding mi deyim, şirkət mi deyim, LTD mi deyim, plaza mi deyim, onu təqdim eləmək istəyirəm. Söhbət Şışı Holding Məhdud Məsuliyyətli Cəmiyyəti Company LTD Plazadan gedir. Mən sizin... Nədə? Sən Allah bağışda, bayaq yemək yemişəm, ona gülmək. Dedim bu dişi. Adam yemək yemək gülür. Sakit durun. Söz danışıram burada. O şirkətin adı nə idi? Şirkətin adı deyil. Şirkətin adı Şışı Holding Məhdud Məsuliyyətli... Hadi ne oldu böyle gülsün ha? Bağışda qurban olun. Xəstər bana fikir verin. Bayaq yemək yemişəm. Sən əsəbləşmə sözünü dinlə. Hə, şoşum, mən bu adın qəbuluna düşmək üçün, mən bu adın registrasiya keçmək üçün 3 ay gözləmişəm. 3 ay, bu gic durur. Gicdir, ağzında gic deyirsən, fikir vermək oxu. Sakit olun. Mən bir müdür kimi istəyirəm ki, artıq vəzifə bölgüsü eləyim. Tanış olun. Ağsaqqal artıq bizim bu şirkətin, bu holdingin, bu plazanın, bu LTD-nin, bu məhdud məsuliyyətli cəmiyyətin həm mətbuat katibidir, bəli, mətbuat katibidir, həm də ki, bizim bax bu şirkətin nəzdində olan Ehtiraslı Dovşan qəzetinin baş redaktorudur. Nə gülsən? Belə adam elə. Sən Allah qurban olun, bayaq yemək çox yemişəm. Şəmli, katib sağır, mən xoşuma gəlmir elə. Niyə ağsaqqal? Mətbuat müdürü. Mən müdür olum, xahiş eləm. Mətbuat şefi. Bəli. Sağ ol, ağsaqqal. Deməli, mən istəyirəm ki, digər bölgüləri eləyim, digər vəzifələrlə sizi tanış eləyim. İctimaiyyətlə əlaqələr şöbəsinin müdürü Şirin müəllim. Sən mən, Allah sizin canınızı həmişə sağ Sağ ol. olasın. Siz olmazsınız, biz acından. Sağ ol, Ayşin, çox sağ ol. O ki qaldı şöşüyə, mənim həmişə sağ ələmi olub, vuran ürəyim olub, mənim vaxtikən o manız vaxtlarımda prodüserim olub. Şöşü bu şirkətin, bu holdingin vitse-prezidentidir, həm də ki, mənim sağ əlim olaraq. Nə gülürsən, nə olub? Adam istəmirsən. Bu nə Sən mənim zaman oğlandır. Ürəyi tutub ölə. Sən də gözə girəmlik eləmə, gəl otur burada. Şapalaq qoyacam təpəndən. Qurban olun, bağışda, o şeydə. Səmi sakit ol, səni əsəbləşmə. Mən indi növbəti vəzifəni elan edirəm. Bizim Şışı Holding Məhdud Məsuliyyətli Cəmiyyəti Company LTD Plazanın həm vəkili, həm də ki marketinq müdürü Fəlakət müəllim. Şəmi! Deyən bir dəqiqə, Şəmi yekə olansan, mənlə məzələnsən, marketing müdürünədir, vəkilinədir. Aşağı yerdən bir vəzifədən zaddan. Buradan başlayırsan, yavaş-yavaş qalxırsan yuxarıdan. Elə mən qalxa-qalxa bura çıxacam da, mən nə verirəm bunu? Ay Fəlakət, vay! Eşli, sən mən istəmirəm, mən beynim... Yaxşı, sakit ol. Mən yeni işimizlə sizi tanış eləmək istəyirəm. Bir holding rəhbəri kimi mən Aziz adlı yeni bir restoran açmışam və biz... Əl çal, adam əl çal. Aziz niyə? Aziz ağsaqqalımız məsləhət gördü, həm də ki, nə bilim, fikirləşdim elə bu adda heç bir restoran yoxdur, heç bir restoran adına da oxşamadığı üçün mən dedim elə Aziz ol. Bəli, Aziz. Çox gözəl bir müğənni var o adda, Aziz. O özü də elə ağsaqqaldır. Mən də onun fanatıyam. Elə ona görə də Aziz qeyri adamdır, Aziz. Bir dəqiqə deyəlim, mən beynimi xarab eləməyin, Şəmi. Elə bir ki, mən bu, nə idi bura, holdingdə? Holdingin nəyiyəm, vəkiliyəm, həm də marketing müdürüyəm, düzdür? Ay, sağ ol, hə. Hadi söz dinlə, söz gömlək. Sən bizi dolamısan, nə qarıbsan, əlimdən xəta çıxacaq, ay şoşu, xəta çıxacaq əlimdən. Ay, boğacam, öldürəcəm bu insanı. Belə adam olar, Ay, gör oksigenimiz necə sərf olunur, gör oksigeni kimlər udur, ay kişi. Əsəbləşmələri boş ver. Yaxşı, sakit olun. Bax, bu bəyənmədiyimiz bizim marketing müdürümüz və vəkilimiz Fəlakət müəllim bizim həmin o Aziz restoranımız üçün bir reklam çəkir. Bəli, mən öz cibimdən ona küllü miqdarda pul verdim.
vermişəm ki, o qəşəng bir reklam çəksin. Mən istəyirəm ki, hamılıqla birlikdə bu reklama baxaq. Bu çəkir. Hə. Qoy baxaq görək. Eşidirsən məni? Səminin ölmüşünə bir dənə restoran atmışım. Aziz restoranı. Sən öl, burada bir dənə xidmət var. Deməli, probkasız yollar. Sonra gülərüz, parkoş... Neydi o? Parkovçiklər var. Sana demişəm, bana belə çətin sözlər vermədən, ha? Yalnız Aziz restoranında mümkündür. Ərdə olan və sigaret çəkməyən müğənnilər oxuyacaq. Bəli, eşidirsən, bizim restoranda, yalnız bizim restoranda yeyib içirsən və şot vermirsən. Bu lazım deyil də. Çayvol istəməyən və başınızın üzərində üzərlik yandırmayan afisantlar, aş gətirəndə pul istəməyən rəqqasələr, dünənki toydan qalmayan yeməklər və yalnız bizdə mümkündür. Toyun ortasında kondisioneri söndürmürük, narahat olmayın. Mən çəkmişəm. Bu nədir? Mən çəkmişəm. Bu nə reklamdır, fəlakət? O televizordakı mən idim. Sən başın xarabdır, sən gitsən, hə? Niyə, nə olub? Mən sənə 200 manatı ona görə verdim ki, get orada giz-giz danış. Mən sənə demişdim, menunu çək, mən sənə demişdim, şadlıq evin içini çək. Mən sənə demişdim ki, oradakı müğənnilərin adını çək. Ha, nə olar, hə? Mən beynimi xarab eləmə, Eşəmi. Bu marketinqin müdürü mənəm, yoxsa sənsən? Sənsən. Və mən bilirəm də, Eşəmi, eşsən. Hə. Bu təzə reklamlar dəyişib. Cəmaat heç yeməyə görə restorana getmir. Nəyə görə gedir? Cəmaat gedir ki, bir-birinə yandırıq versin, acıq versin. Ki, məndə var, səndə yoxdur, məndə var, səndə yoxdur. Bu da reklamdır, reklam edir. Fəlakət. Elə 200 manatı sənə verincə, elə 250 manat Kənan əmə verib reklam çəkdirəcəydik. Sonra kanalda sən göz qazanır. Yaxşı, şöşə. Narahat olmayın. Sakit olun. İş bizi gözləyir. Bizim bugün kruplu bir işimiz var. Ona görə də nə qayırırıq? Gedirik restoranımıza. Yaxşı? O 200 manatı qaytarıb yoxsa qalsın. Dur ayağına. Vay! Əlim, köşkülər kimdədir? Hoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bizim bu gözəl məkana, bizim bu gözəl restorana, bizim bu adla, sanla tanınan bax bu məkana siz xoş gəlib səfa gətirmişsiniz. Müəllimin adı nətər oldu? Ünsiyə. Nə? Ünsiyə. Ünsiyyət, mən şöşü. Nəyə gülürsün? Ay şöşü. Çəçayla afisanta gülürəm. Ünsiyyət müəllim, xoş gəlib bizim restoranımıza səfa gətirir. Buyurun biz seçdirik. Demək. Aha. Ahçığı bir dənə şey deyəcəm. Hə. Buyur müəllim. Oraya burada oturup bir kısmet çörek yemişim. Aha. Hanımla oturdum, burada bir kısmet çörek yedim. Sizin ahçığı deyirəm, bak kulağa. Buyurun müəllim. Sizin təmiyyətinizə, sizin qadanız alim, sizin ünsiyyətinizə, sizin xidmətinizə, sizin afçatlarınıza Aha. mən eyləm. Çox hoşuma gəlibdir, Sağ ol. çox hoşuma gəlibdir. Çox sağ olun. Amma məsələ belədir qadınlar. Mən istəyirəm burada ad günümü qeyd edeyim. Düzün vandasız. Düzün vandasız. Gələn kimi deyirəm ki, Hə. müəllimin gözləri tanış gəlir. Müəllim oyun oturmuşdu burada. Hə. Yanında da bir sarı baş belə qəşəng bir xanımla mini yufqada zatda. Ofisantlar baxıram, biri belə kəsir, belə eləyir. Biri belə eləyir. Biz də bilirsən də, Ukraynadan gəlmişdi, hardan gəlmişdi. Müəllim, bax, qardaş yana bir söz deyəcəm öz aramızda. O qaqalıqdır. Özüm onunla Instagramda çatlaşırıq. Ne danışırsan? O mənim həyat yoldaşımdır. Vay! O mənim həyat yoldaşımdır. Mən üzr istəyirəm. Köşə. Belə də problem yox. Yox. Müəllim. Ay şöşü, sən dediyin başqa, başqa, o oturmuşlar kabinetdə, şöşü, klientlər o qədər çoxdur, maşallah, o qədər çoxdur. Yəni sifətləri ola bilsin, səfsələm. Mənim adım Ünsiyyətdir. Mənim kəlməm kəlmədir. Ünsiyyət müəllim, sizin burada bir dənə ad gününü qeyd edəcəksiniz. Bütün Bakı danışacaq ki, Ünsiyyətin ad günü gör nətər keçib, Bax, elə bir ad günü olacaq. O deyəcək, Səhv salır. Üzr istəyirəm, sən müəllim. Buyurun müəllim. Nəysə, demək nə arıyorsunuz? Aha, Demək, mən istəyirəm burada ad günümü qeyd edeyim. Bəli. Aydın oldu mu? Bəli. Demək qadanız alim. Bir stolda dostlar, bir stolda qohumlar. aha, Fikrim çatır. bəli, Bir stolda ailə, aha, bir stolda da, hə, bir stolda da bəli, mənim xaricdən aha, bir samolyot
Qız qonaqlarım gələcək. Aydın oldu mu? Ne konaklar gelecek? Ukraynadan xanımlar gələcək, şöşü. Ay, şöşü. Hə. Şöşü. Buyurun müəllim, buyurun. Demək, Bəli. ona görə də nə verirsiniz? Aha. Xidmət qızlara, samalyotla gələn xanımlara elə olmalıdır ki. Aydın oldu mu? Bəli, Ünsiyyət müəllim deyir. bəli. Mənim ailəm, arvadım hiss eləməməlidir. Aramızda ünsiyet. Narahat olmayın müəllim, narahat olmayın. Şöşüb, gedirsən bu müəllim üçün, zakupka eləyirsən, bazardan həmişəkindən yox. Ən bahalı bazar hardansa, ən bahalı ət, tərəvəz, meyvə harda satılırsan, gedirsən ora, oradan müəllim üçün qəşəng zakupka eləyirsən. Baş üstə. Yüksək səviyyədə bu müəllim üçün biz ad günü qeyd edirik. Başa düşdün? Yox. Çox sağ ol, var. Amma bir dənə şey gedir. Aha. Mən sizə istəyirəm, beh verin. Yox, müəllim, yox. Bax, saxlayacağım gözümü. Müəllim. Beh olmalıdır. Hansınıza verim? 5 manat. Hə, 5 manat beh verirəm. Behin adı çox olmur ha. Şöşü götür. Götür onu. Ben gideyim ben. Götür. Buyur. Hələ buradasan sən Şöşü. Hələ buradasan. Demək. Hə. Eşidirsən Galenvagen'dən get. Galenvagen'dən onun bagajı böyükdür. Get. Qeydələr Ünsiyyət müəllimin ad günüdür. Baş üstə müəllim narahat. Müəllim, narahat olmayın. Hər şey yüksək səviyyədə olacaq. Hər şey əla olacaq. Siz bir dənə gəlirsiniz, yersiniz, içirsiniz. Xoşunuza gəlmədə şotu verməyib gedirsiniz. Başa düşdünüz? Yox. Bir də Çox. qeyd edib gedirəm mən. Aha. O, Bəli. samalyotla gələn. Aydın oldu mu? Bildim. Yox. Yox. Qulluq, o xanımlara, o qızlara. Elə təsəvvür edin. Sizin qohumlar bizim qohumlar. Narahat olmayın. Sağ olun. Demək qadın xanım, o 5 manat da beh vermişəm. Arxan gedəm. Sağ olun. Sağ olun. Gedirəm ha. Gözləyəcəyik Beh ya. vermişəm. Yox. 5 manat beh vermişəm. Yox. Mən bu sənətə gələndən, yəni afisantlığa, hələ belə gəlməmişəm. Və gəldim, girdim administrator otağına, 10 ilin söhbətini eləyirəm. Birinci mənə deyir, gələ bu vilika qaşlığı get düz stola görüm necə düzürsən. Vilikaları sırayla bilsən necə düzdün. Ondan sonra deyir ki, işdə starış ol. Sonra mənə vilika şirin dedi. Başdı, vilika şirin. Amma siz neyinirsiniz? Afisantsan bilirəm, qulluq oyan bu yan. Afisant tək qulluğu bacarmalıdır. Əlavə, lev işdən. Başa düşdün? Başa düşdün? Levi qara qura oğurluq oyan bu yan. Mən sən nələr oğramışam? Nələr oğradım, yığdım pulumu. Ev, maşın, imarət. Biz adam belə qalxır da. Bu Şpanka Hüseyin. Ay Şpanka Hüseyin. Telefon oğrayanda izolentli skoşlu giz-giz telefonlar oğrama. Səviyyəli iPhone oğra, iPhone 5, 6 olsa bak şey zordur. Sataqda dolanaq da o giz-giz telefonları kim alacaq məndən 10 manat 15 manata. Deyir Rafi yazıq. Bütün günü zəng edir. Moskvadan, Rafi da o da bildi ki. Deyir, nə oldu telefon? Bugün sabah. Olmaz axı belə. Bir də, bax, axşam ad günüdür. Super qırğın ad günüdür. Akşam evə gedəndə trafik cəhənnəmə götürün. Lülə, tikə, qoyuncuza gizdin. Amma o limonat var ha, limonat oğurursan 3 gündür güdürəm səni gecələr baxıram bu neynir. Mən bir də səndən butulka tapsam, limonat butulkasını, özüm sənə deyirəm. Onu qaytaracam sənə, sonra danını özün bilsən. Bəlkə limonat uğramışıq mənim. Oğramamısan? Dünən gecə Povur xalanı yolda aparıram, çıxdım işdən dedim ki, aparım sənə evə dedi, qoca arvad da. Bu da Povur, bu da bizimki. Yolda işdən söhbət oyan buyan kim meynir kim, səni 51 idi o limonatda. Böyle düşdü dəniz qırağına biz gəzək oyan buyan. Birdən səhərin dava külək qalxdı. Povur xalanın paltarı belə. Bir də görəm səs gəlir. Bə! Baxıram sağa sola heç şey yox. Əyildim gördüm Povur xalanın baldırın altında. Nə olsa yaxşıdır. Nə? 12 kiloluq quzu. Yazıq çəpiş idi, quzu idi. Ayıbdır. Oğurluq edəndə onu sertikoya qoy. O da canlıdır, heyvan olsun heyvandır. Ora nə soxursan da? Bıraxıram, gedin. Amma bugünkü məclisdən mənə 2 dənə iPhone gətirmə söz. 6 ya, 5 saat yox ha, giz-giz. Gətirmə səni qovuram. Bildin? Qovacam səni. Gedin. Ala telefonu. Ala. Mənim telefon.
Başlamısan. Ay sağ ol. Bu şey ələyirikliyə. Sana adı verəcəm. Ələyiri xaya. Getdin də lan. Ola baş bankaya. Ruskivkus kalbasasının adı en güzeldir bunun dadı. Bu kimden gelir? Ruskivkus şirkəti xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə danışığınız qeyd alınır. Siqnal səsindən sonra danışa bilərsiniz. Alo, salam aleyküm. Ruskivkus şirkətinə zəng eləmisiniz. Hal-hazırda qardaş, sizin zənginiz bizim şirkətə düşdüyünə görə bir dənə doktorska kalbasası biz tərəfindən sizə hədiyyə olunur. Nəzərinizə, bir dəqiqə deyanlara söhbət edirəm. Nəzərinizə çatdırmaq üçün bizim kalbasalar dünyanın ən maraqlı kalbasalarından biridir. Bax, bizdə növbə-növ doktorskaya, Lyubitelskaya, Krakovskaya, Korolevskaya, hələ mən sənə Selskaya... Bir dəqiqə deyanlara qoy sözünü tutarım, nə olur Hələ mən sənə Selskaya saçkalarından demirəm. Atırsan qazana 5 dəqiqəyə pişir. Bul, çıxartdın yedim. Nə? Nə akifə? Bir saatdır danışıram, demən səhv düşmüsən da. Giy bəsərin biri, giy. Konturunda, cəhənnəm ola, söz sürmə. Fəlakət, mənim nömrəmi yerə kimə verim sənə? Verilişin sponsoru Ruski Vkus. Saçırsan, saç əsas mənəm. Kraskalar, bu zavoddan... Yəni, nə kraskalar var, birinci özüm danışmalıyam. Məni çəkirsən, göstərdilər bizdə, televizyon əməli başam görəcək. Deyəm, salam, gördüyünüz kimi bura Karella boyalarının zavodudur. Bu zavodda keyfiyyətli Karella boyaları istehsal olunur. Karella boyalarının bütün çeşidlərini tikinti dükanlarından əldə edə bilərsiniz. Necə deyərlər Karella boyaları? Keyfiyyətimiz fərqimizdir. Bir də, orasını bir də. Necə deyərlər Karella boyalarının? Keyfiyyətimiz fərqimizdir. Çəkdin, düşdü? Çəkdim, çəkdim. Bunun reqardadır, reqin basım bir dənə. Ana bu gizli bu sənidi bu xəstədirlər alaya Nereye gələ? Verilişin sponsoru Karella boyaları. Bu aşpaz o qədər şey yazıb ki, elə bil ad günü yox, toy eləyir. Salam mələküm, bura kim baxır? Bu aşağı şey bundan vurmasam olar da yəqin ki. Balaca belə uşaq elə aş istədi, dedim ki, həli qoy qalsın onu vurmasaq da olar. Ət, ay sağ ol, ət. Salam mələk axsaqqal. Ət var. Denən ətdir da bura başdan ayağa. Baxın, bu nədir? Yox, axsaqqal, belə ətli tikə istəmirəm. Bir dənə afcarkan var, Nemetski, bo boyda. Bütün günü ağzını açır, yemək istəyir. Mən də dedim, sümükdən, zaddan indi bəlkə ət satanda olar da nəsə. Hədə itə tökəcəm. Hədə savab işdir, tulla. Ay sağ ol, bazar olsun. Nəsə verəcəm, axsaqqal buna görə. Vəsə, ətə bir dənə quş. Salam mələk. Söz verdim gələcəm. Gəldim. Gəbəri. Yığıb tökmüsən bura bahalı malları. Axsaqqal. Mənə bu 20 matlıq qoz lazım deyil. Mənə bu 20 köpüklük çəltik qoz lazımdır. Novigod qabağı hündüşqiyot duracam. Var. Var ha, rayondan gətirmişəm valla, verim sana. Bu nə qədər şey yazır elə bil toy eləyir Vay kələm, salam mələkü qardaş. Kələm neçiyədir? 50 köpüyə kələm olar Belə şey alır da, ne doğuşana? Doğuşan var evdə Ucuz varı nəyim var? Boy, nə yaxşı oydu Ay sağ ol Bir belə şey yazarlar başım xarab oldu Vay meyvə var. Qardaş, meyvələr neçiyədir? Elə bəzəlmişsən, mənə bilsən nə lazımdır? Bu malı bordağa bağlamışıq. Bu tullantı meyvədən zaddan nəyin var? Var, davay, tök bura.
elə düzübsən ki. Bu nədir belə? Qəşəng süzmə. Bax, qardaş. Həyətdə heyvan saxlayıram. Ancaq tullantı yeyir. Tullantı nə pendirim var? Belə də satılmayan. Tullayasın gedəcək. Hə, baxın. Vay, bu nədir? Bəli, neçə nəfərlik? Yaxşı. Yazıram ayın 27-si 40 nəfərlik banket. Oldu, narahat olmayın, oldu. Sağ olun. Allah şəm. Hə, fəlakət. Hə. Yaxşı yadıma düşdü, hə. Bayaqları kameradan baxıram. Hə, sən mühafizənin rəisisən, səni qoymuşam ki, mühafizənin rəisi. Hə, gedib girmisən orada Power arvadın yanına, kuxnada. Sənə özdə o rasiyanı vermişəm ki, sən mühafizəsən də, məndən əlaqə saxlayasan. Götür rasiyanın antenası ilə orada kartoşka qarışdırsın. Başın xarabdır sənə. Mən olmuşam. Yox, kim idi bəs? Yox, mən olmamışam. Kameranı səhvdir. Mən olmamışam orada. Xəbərim yox. Gətirmişəm siyahını, eşitsən. Bu mühafizə, mən mühafizənin rəisiyəm axı. Dedilər sənə. Bu şeylərdir, o mühafizəyə götürəcəyim uşaqlardır. Yaxşı uşaqlardır, hamısı dostlarımdır. Hə, bunlar kimdir ay fəlakət? Bu nə adlar da yazıbsan bura? Bax, dana tupoysan yazılıb ora. O birinci var ha orada. Hə. O bilsən hansıdır? Hansı? O polis var idi, o telefonda ağlayırdı, qızı sevirdi, yada gəlir. Mənim dostumdur axı. Şöşü göndərmişdi. Hə, o göndərdi mənə. Elə şöşü mən göndərmişəm. O göndərdim uşaqlara zara ki, biraz populyar olsun da. Efirə zara çıxsın. Sağ olsun, hamı tanıyır, populyardır. Amma bir dənə problem çıxdı ki, işdən çıxartdılar da onu, işdən çıxartdılar. Zəng elədi mənə sözlərini zadı dedi. Mən dedim, söz verdim ki, kişi kimi. Səni işə götürəcəm, işə götürəcəm. Hə, indi onu götürmüsən işə. Bufetdə iş olmadı, onu mühafizəyə götürmüşəm. Mühafizədə iş. Yaxşı, onu başa düşdük. Bu kimdir? Bu nə xəttdir? Ay fəlakət. Kompüterdə düzəməlli yaza bilmirsən. Bir şey də bu tanımadın. Bu Əzbirov da körpüyə çıxmışdı, özünü atmaq istəyirdi, deyirdi işsiz əmzad. Yada düşdü. Onu elə mən çıxdım orada dedim ki, narahat olma, mən sana bir kişi kimi söz verirəm də. Dedim ki, səni işə götürəcəm, deyil bir mühafizəyə götürürəm. Hə, onu götürürəm. Odur. Başa düşdüm. Yaxşı uşaqdır. Ay tupoy, başa düşdüm. Bu telli borçalı niyə yazıbsan bura? Telli borçalı, ay bu aşıqdır, gedib toylarda aşığın çalsın, sazını çalsın. Bunu mühafizəyə nə aidiyyatı var? Yox, yaxşıdır, o bədənini zaddır, işte. O gün mənə saat 3-də zəng vurub, Delin. Fəlakət. Saat 3-də mənə zəng vurub, deyirsən Allah, bir iş zaddan olsa, sən belə müdürsən də, mühafizənin rəissən, məni işə götürərsən, mən əldə atqaz eləyəməm. Ay fəlakət, bunun toyları var, bunun tədbirləri var. Bu gəlib burada mühafizəçilik eləməyəcək. Ay Şəmi, indi məhərrəmlikdə toy yoxdur. Qoy gəlsin işləsin, özü də eşidirsən. O bədənini cüssəlidir. Keçən dəfə də eşitmişəm, sazla zadla adam döyüb eləyir. Sok atmaq zadı var da, Vandamın xarakteri, Buyur. Ay tupoy dedi, mənim adımı niyə yazıbsan bura? Mən restoranın müdürüyəm, bu nə də, şənməlimə də. Bax, görsən Şəmi, sənə yaxşılıq yoxdur. Adı yazmayacağım, sonra mənə deyəsən ki, yekə oğlansan, biz qohumuq dostluq, hamını işə götürsən, mənə bir iş zad vermirsən. Adı yazdım ki, pul qazan da, pul qazan. Narahat olmayın, eşitsən, heç kimi xəbər olmasın. Arada gəlib sənə qol çəkərsən, maaşı götürərsən, qaqağa oradan qret eləyərsən. Dur ayağa, dur, giz, burada danışma mən üçün, dur. Əli Mirəliyev zəng eləmişdi. Dur. Dedim, yer yoxdur, onu götürəm. Dur, yeri çıx, düzəməli siyahı gətir mənə, dur. Dur fəlakət. Hə, belə adam olar, belə qohum olar,
Ağsaqqal. O ünsiyyət müəllimin ad günü üçün müğənnilər zadlar demişdi. Nə oldu? Onu danışdınız? Hamısını danışmışam. Aha. Deməli, Maral Tahir qızı gəlib oxuyacaq gözəl mahnılarından. Bir dənə Azərbaycan dilində, bir dənə ingilis dilində, bir də qədim Yunan dilində bir mahnı əzbərləyib onu oxuyacaq. Sonra danışmışam. O telefonlarda var idi. Nağara salan, salır, yıxılır. Onu danışmışam, yarım saatlıq gəlib nağara salacaq, 2 dəfə də yıxılacaq. Bir məclisin əvvəlində, bir axırda. Çox gözəl. Sonra Meyxana deyən Zarina var. Gəlib söyüşdü, meyxanalar deyəcək, yiyən cəmaatı feyziyab eləyəcək. Ağsaqqal utanmırsan, hə? Tanıram, yaxşı eləyirəm. Deyirdin, Yaxşı eləyirəm. Mən Natəvan Həbibinə münasibətim var, Sevdi Yahya ilə dostluq edirəm, Yaxşı mən eləyirəm. Günay İbrahimli ilə bir yerdə əskərlikdə olmuşam. Nə oldu, hə? Basıb bağlıysan bayaqdandan. Belədir, bu gündən belə olacaq. Yaxşı, Ağsaqqal, dur. Bugünkü məclis elə olmalıdır ki, orada heç bir artıq söhbət olmamalı. Narahat olma, hər şey mənlikdir. O nağara salan patladacaq oraları. Özdə şirində gözün olsun, ha? Ondan gözüm su içmir. Bilirəm, o çox yalancı uşaqdır. Yeyir, girir kuxniyə, Markov, nə var, hamısını yeyib tökür orada. Söz, get, Ağsaqqal, işlərim çoxdur, get, başlayın aparma. Şamil. Hə. Ağsaqqal üçün bir dənə addelini xahiş edirəm. Mənə yemək pulsuz olsun. Mən nə qədər gəlib orada giz atxod yeyirəm, trofey yeyirəm. Mənə yaraşar. Ağsaqqal, hələ təzəsən kollektivdə biraz isləş, biraz oranı tanı, buranı tanı, ondan sonra kollektivlə bir yerdə yemək yeyirsən pulsuz. Ya, kabinet, mənə kabinet. Dur. Ya, buna bax, öyrəşmirsən kabinet. Get. Axşamınız xeyir olsun, əziz dostlar, hörmətli qonaqlar. Hər biriniz xoş gəlmisiniz bu gözəl günə. Təbii ki, bu gün bura yığışmağımız heç də təsadüfi deyil. Bildiyimiz kimi bugün Ünsiyyət müəllimin yubiley gününə toplaşmışıq, əziz dostlar. Bir gözəl alqışlarınız gəlsin, hörmətli yubileylərimiz üçün bu günləri. Beləliklə, əziz dostlar, neçə illərdir mahnıları dillər əzbəri olan hamımızın sevimlisi Elşad Qarayev. Mən, dostlar, əzizlər, qardaşlar, mən bu günləri var olun deyirəm ki, bu günləri ünsiyyətin sahibsiniz, gəlibsiniz. Bu günləri ünsiyyətin xoş günündə, səmimi günündə başına yığışıbsınız. Çox adam mənə deyir ki, ikisi qarışdın. Soruşurlar ki, ay ünsiyyət, bu qədər pulu hardan qazanırsan, hardan alırsan? Başa düşün. Yəni, mən yenə bir şey deyəcəm. Sizin səmiyyətinizə, sizin ünsiyyətinizə ki, mən qarışıq. Sizin stilinizə, imicinizə özünüz bilirsiniz, mən nə qədər heyranlıqlar içindəyim. Mənim cavanlığım, uşaqlığım çox kasıflıqla keçib. Mən çox kasıb olmuşum. Mənim top oynamağa imkanım olmuyor. Mən qonşuluqda bir dostum vardı, balaca uşağıdır. Çəppiş idi adı, qıcıq uşaq. Gedib onun əlinə topu uşaq vaxt alıb gətirmişdim evə. Bir sözlə uğramışdım. Atam çıxdı qafağıma, dedi ki, ay müşiyyət, dedim, nədir həyatı? Dedim, top hardan alıbsan? Atamdan da çox qorxurdum, açığı deyim. Açığını deyim, çox qorxurdum. Deyəmirdim ki, həyata uğramışam, dedim ki, ata. Bizə bir əmi gəlmiş, dedim, həyata. Topu mənə verdi ki, get həyatda oyna. Mən bilməzdim nə olacaqdı, açığını deyirəm. Birdən eşitdim ki, atam anam baltalı, tikə, belə, bax, belə. Ay, sən nə deməyirsən? Belə, tikə. Demək, atamı ömürlük verdilər. Mən ata şilləsi yeməmişəm, mən ana südü əmməmişəm. Əgər mənim də atam olsaydı, 3 yaşından sigaret çəkim. 3 yaşından ben... Neyse, sigaret çəkirəm.
Mən istəmirəm sizi öz dərdlərimə şərik eləyəm. Durun, yeyin, için, şənlənin. Oya, dur oyna. Durun, bu günləri ünsiyyətin xoş günüdür. Bu günləri ünsiyyətin ad günüdür. Bugün ad günüdür ünsiyyətin. Oya, durun. Oya, oynayın. Ay qazanlıqları. Var olun, var olun. Ay qazanlıqları. Alay Fəri, haradasan? 2 saat səni axtarım, küçələrə düşmüşəm. Hə, məni axtarsan, tapmadın, məni tapmadın. Ala, nə edirsən burada? Hər şey kitab oxuyuram da, eşitsən, universitetə hazırlaşıram, ona görə kitab oxuyuram. Sağ ol Fəri, ala get semitika sitəsinə kitab oxuyursan, hə? Onu Hə, girməyə. bu, elə belə semişka deyil, bu semişkanın tərkibində fizioterapiyoji, sonra nə idi, nanotexnoloji şeylər var da, molekullar var. Bu tərkibi adam beyninə işləyir. Nə var? Əla tumlar, götür, birini verirəm sana, götür. Sənin başına gizli sənə bağ, ha? Semitika sitəsinə. Götür, biri bəsindir, birini götürdüm Əla bəs. tum, əla. Dəli dala. Verilişin sponsoru Əla Tumları. Gəl, QX ev əşyaları. Bana evə lazımdır. Fen, ət çəkən, nə bilim, sok çəkən maşın, 140 tərəzi, sokucu marka, radiator. Özün üçün uzaqdan səni kim ya? Gəl qardaş, gəl, xoş gəlin. Salam Salam aleyküm. Neye ses salmışsan aşağıda? Yani al verin kod yedi. Ver kod gedin, müsibət, qırğın, osiret, millət. Zamansız təşkilatdan gelmişəm. Yox. Ev əşyalarına nəzarət komitəsindən ünsiyyət müəllim. Nəzarət komitəsi. Bəli. Nə nəzarət ay qardaş? Biz batırıq, bankrot, al ver yoxdur. Məni bura hələ belə dövlətdə qışqırır. Git adamım, xəstələməm. Bax qardaş, bütün karabqalar bomboş. Buna bax, heç yoxdur içində. Görürsən, batırıq. Demək bunların hamısını satırsınız, yeyirsiniz. Gedək bizim komitəyi aydınlaşdıracağım. Satmasın, Qabağıma, aynen. yürü düş qabağıma. Verilişin sponsoru evinizin əşyaları QX məhsulları. Oya. Oy düdük. Heç versən mi? Qaca görün. Ünsiyyət gözünə qurban. Araq var mı? Araq yox. Bizdə arağa icazə yoxdur. Bana araq ver. Mənim bu günləri ad günümdür. Bugün mənim şad günümdür. Bana araq ver. Bilirəm, təbrik edirəm, amma bizdə arağa icazə vermirlər. Mən Demirəm bana araq ver. istəmirəm. Mən uşaqları göndərərəm. Gedib qazlı suyu adı ilə sizə araq gətirərəm. Butulka görsənməsin. Oya. Deyirəm bana araq ver. Demək araq ver. Deyirəm bana araq ver. Araq ver. Mənə nə vurursan? Sən nə gülürsən hə? Mənəm çalışqa. Deyirəm bana araq ver. Şoşe! Ay şoşe! Buna bax ha, buna bax. Deyirəm bana. Mən uşağı vurup gedirik. Bir dəqiqə qardaş gəlmə, bir dəqiqə. Buyurun. Sənsən, mən də elə bilirəm vergilərdəndir. Nə olub? Ay şoşe, mən kimə indi necə ağır söz demişəm? Nə olub, Kimə hə? pis söz demişəm, məni vururlar. Şillə vurun mənə. Vırıb bıyığı yoxdur, ünsiyyət müəllim. Hə. Şilə dönür. Gəldi mənə bir şillə. Mən belə oğalam, vırla soğalam mən bəlbə. Bir dənə şilliyə görə nə əl qatmısan, nə əzbə vurub da nə var ya burada? Mənə deyin get bölgün gəlsin. Dedim mənim bölgüm şoşadır. Dedim get şoşadır deyil ki, şoşanın ənkə bölgü gəlsin. Sözə bax, ənkə bölgü. Elə dediniz? Eşidirsən? Get oradan Şəmini, Fəlakəti, Ağsaqqalı hamısını çağır bura. Mən kimə nə eləmişəm? Mən belə oğalam, mən vırla soğalam. Əli bəyəqməsin hə nervidən. Bu nə də? Hə, cəmaət biri çivarağı dur. Şəmi hardasan? Tez gəl ofisə, tez. Gəl dava var. Hə, davay. Hə, buna bax, hə. Arlığa bax bunda. Dağdan buraları bu dəqiqə. Restoranınızı başınıza söylərəm bu dəqiqə buruyu. Nəhliyyə yerəm sizi. Siz ünsiyyət müəllimi hələ tanımırsınız. Araq verin bana. Araq. Eşmişsiniz mi? Araq verin. Ünsiyyəti siz hələ tanımırsınız. Yaxşı tanımırsınız ünsiyyətsiz. Eşmişsiniz ha? Araq içmək istəyirəm mən. Bugün mənim ad günümdür. Eşmişsiniz ha? Mənim ad günümdür.
Ne olub ha burada? Ağsaqqal. Ay kim bu restoranı kim bugünə qoyub ha? Ay Ünsiyyət. Ay buna ne oldu? Ne verdin sen buna ay Ağsaqqal? Ben heç nə, özü dalaşırdı. Kaç skoru çağır tez ol. Ay bunun ürəni. Ay qapqacaqlara bak. Restoran görməyə günə qalıb. Hadi ne dur burada, ben geldim komşu restoranda bir dava çıktı, geldim oraya geldim. Ha o niye pulumu vermiyorsun? Sen... Ben pulum var, orada kalsın, orada dava çıktı, geldim halledeceğim. Ay, Ay sen kurban olup buna kömeğine. Bu ölse buna tabut teze tapılacak. Ay remeli benim. Ay bir dakika diyancıyorum. Ay ne olur ha? He, bir dakika. ölür. Ha hekim gelip hekime kulak asın diye neye kulak asın? Sakit olun. Mırhavanla köpürtmüşsünüz. Ne o? Bu davada şimdi xoşa gəlməz hadisə olub. Bax bunu yazığı bu günə qoydu. Da bilmirəm kim eləyib, nətər eləyib. Bunu bir əncam tapır. Nefes ver de nefes ver. Ha bunda öpülesi sifət var bu nefes verim ben. Neye başa salın ki? Bu ölür de. Meyle billah bu girip olup gelmişim bu bankalamağa. Köməklə də köməklə. Ay kişi. Ben damdan korkuyorum. Sen Fırıldıyor. Ala. Ala belki ölür. Ha bir dakika. Ala ölürse ne nöhün çağırmış bura? Hə, sən nətər həkimsən, qandan qorxursan. Ala ölürse bu bir de molla çağırın. Pakovka eləsin aparsın koysun yerine de. Ala öyle bir yürüp sakattan öter həkimsən. Ala korkuram de kandan ben Hə, korkuram. qorxursan bir lavazımatlarını ver, bu eləsin. Ha gel bak. Gel verim sarmı. Ha bir sen nöhün korkuram ben sen kurban olup bu sen başlayalım. Sen başlayalım de nöhün korkuram de. Toydan çıxırdım, üzr istəyirəm, yoldaşımla toydan gəlirdim. Mindim taksiyə, 2 də taksi şoförü dava saldı, birini qan apardı, nətər qoydusa kəlləni. Getdim onun başını sarmağa, mənə gəldilər, tutdular, 3 ay iş verdilər ki, sən bu işdə əlin var. İndi mən yetim qorxmayım, nə qayırım? Hə, bu yazıq indi ölsün, bax yazıqda axı, sağaltma bunu. Sarıdan kan aparır. Ala bir Sarıdan kan aparır. Ala bir dəqiqə mı? Sarı bunu. Ha bunun doğdan Ay qılma. Hə. Hə, bir əncam tapdın ha buna. Nə olar? Ay keçər dərman bilsə başına çəkərdi, hə. Ay sen bu ne cümle düşmüş ya. Şəmi, mənim pulumu nöhün vermirsiniz. Pul vaxtıdır qılman. Bax, görsən cahamat ölür burada, pul. Bax, bu cahamatı sağal ondan sonra pulunu verəcək, də sənin. Sana ben ne kadar demişim ki. Mən pulumu istəyirəm, sən Dur nə gel buraya. Dur bas bayrağı. Sen bak şey hekim diyor. Gel böyle çık bayrağı. Sen ne? Bugün yeni açılmış Azis restoranında kütləvi dava baş vermişdir. İlkin versiyaya görə dava qonaqların içki olub afisantı vurmasına görə olmuşdur. Dava nəticəsində 15 nəfər adam anasından əmdiyi süd burundan gəlinə kimi döyülmüşdür. Polis bölməsindən aldığımız məlumata görə xəsarət alanlardan 5-i restoran əməkdaşıdır. Deməli hadisə Ünsiyyət adlı şəxsin bizim restoranda özünü apara bilməməsindən sonra başlayıb. Bütün bu hadisələr ondan sonra qaynaqlanıb. Bu insan özünü spirtli içki içəndən sonra çox pis aparmağa başlayıb. İnandırım sizi, o qədər pis aparıb ki, özünü bax ağsaqqal kişilər var idi orada. Ondan sonra xanımlar var. Gedib ağsaqqal kişinin şalvarını dartır. Gedib ona sataşır, buna sataşır, ona fit çalır, buna fit çalır. Deməli qonaqlar bu restoranda yeyib içirmiş, rahat oturub ailəvi yeyib içəndə. Bizim bu afisant qardaşımız yaxınlaşıb qonaqlara deyib ki, bəs pul ver, eşitsən. Deyir, pul ver, gedim sizə araq alım gətirim stola, nümunəvi şəkildə. Qonaq da qayıdıb deyib ki, sağ ol da, çox sağ ol, istəmirik, biz araq içən deyilik. Bizim afisantımız da nümunəvi şəkildə qayıdıb bunu təhqir edib ki, sən nətər kişisən ki, sən araq içmirsən də, belə nümunəvi şəkildə deyib hər şeyi. Bu da qayıdıb ona deyib ki, qardaş, çox sağ ol, mən içmirəm deyəndə, res gibi afisantın beyni çönüb, götürüb butulkanı çırpıb bu qonağın təpəsinə. O şirinin başına götürüb deyir, güya duşes töküb. Mən vermişəm şirinin saçını ekspertizaya. Mən dakazas eləyəcəm ki, o düşes deyil, o başqa bir şeydir. Mən sözün düzü onun başına sığalayanda baxdım ki, bu düşes deyil, bu nəsə duzlu suya oxşur, nəsə başqa bir şeydir. Şübhəli şəxs qismində 2 nəfər saxlanılmışdır. Hadisəyə səbəb qonağın afisanta "Ayə, düdük, get oradan mənə araq gətir" deməsi olubdur. Bura ailəvi restoran olduğunu deyən afisant isə qonaq tərəfindən təhqir olunmuşdur. Qonaq ona demişdi. Bu aləm ki deymədi bir-birinə. Gördüm bir dənə xanım keçir. Girdim qoluna, dedim ay xanım, sizə hara lazımdır? Aparım ötürüm. Necə lazımdır? Gördüm bu moment, göydən bir dənə bakal düz gəlir mən tərəfə. Hələ belə elədim, bakal düz düşdü mənim gicgahıma, yıxıldım yerə, huşum getdi.
bütün millət, bütün cəmaatın qarşısında deyirəm ki, mənim orada günahım yoxdur. Tökülüb polislər, skor orada. Xəstədəməm, mənə ara aparırlar. Mənim restoranımda olub ki, gəlib əxlaqsız yuva tapıblar, qızları tutub, aparıb basıblar içəri. Olub ki, qumar oynayan moment, hop, gəlib giriblər içəri. Nizamlı moment, hamını aparıblar, mən qalmışam. Çünki niyə? Mən zəng elib demişəm, məni aparmayıblar. Amma mən indiyə kimi belə bir biabırçılıq görməmişdim. Restoran işçiləri davanı sakitləşdirib. Sonra isə bu mehribançının şərəfinə 50-50 vurublar. Bu 50-50-dən sonra isə dava yenidən qızışıb. Mənim işim oxumaqdır, qardaş. Mən sənətçiyəm, müğənniyəm. Axı belə olmaz. O deyir, mənə araq süz, bu deyir, mənə araq süzmə. Söyüşün biri bir köpəyə, qardaş. Mənim günahım nədir axı bu? Belə şey olar. Ad günümdür, mənim də ayın şahın günümdür. Orada da ziyalı adamlar, özünü tanıyan insanlar, hamısı vicdanlı insanlar oturur. Gəl madırın qıldı ilə mənə qayıdıb deyəsən ki, ay müsüyyət, içirsən mı? Mənə. Mən də dedim, ay oğlu, yer gitmir, işimlə məşğul olsun. Ay, nə yaracır, mənə yaraz, bırak. Bir də gördüm, bərdən araya belə yeki qədələr gəlir sinəli, bax belə sənə. Afçatlar gəldilər, baxdım bunlara kim üstümə gəlirlər. Mən də qorxuzmadım, itirmədim özümü. Sakitcə dinməcə, kirmişcə belə durmuşam. Qıltı ilə bərdənə yenə bu gədə mənə qayıdı gün. Elə söydü ki, mənə. Dəmirəm. Dilimə gəlmir, tanıyıram. Sonra da mənim o günə vururlar. Hadisə ilə bağlı polis araşdırma aparır. İstintaq davam edir. Mən sizi başa düşdüm. Amma ha burada başqa söhbət də var da. İndi o kimləri ki tutmuşuq, onlar dindirilirlər. Onlar dindiririk biz. İstintaq davam edir. Ha bu söhbət bitəndən sonra, daha mən sizə söz verirəm, daha mən sadə edirəm ki, kimi buraxacaq yox. Ayraz, qurbanlam, o həkim məsələsinə gəldi. Bayaqdan biz nə deyirik, siz nə deyirsiniz? O həkimin günahı yox idi. O gəlmişdi, prosto orada indi adam var idi, ona kömək eləsin, ona bir təcili tibbi yardım göstərsin. Siz tutub basmısınız o yazığı içəri. İndi öz insafınıza buraxıram mən sizi. Baxın da, şöşün, denən də sən də. İnanırsınız, həkim gələndə hələ qandan qorxdu o həkim. Həkim bir görə. Bizi orada söydülər, döydülər, başımıza vurdular butulkayla, təpiklə. Yadıma salma, şöşün. Biz indi restoran işçisiyik da, biz cəhənnəm. Çort üstüm, qırağa. Orada bir mikrofonla müğənni oxuyur. Onu nətər vururdular. Danışma, şöşün, danışma. Ay şöşün, danışma. Kim vurdu ki onu? İnsanı necə döyərmişlər, insanı necə vurarmışlar. Səsi batıb, üz gözü yaman gördü ki. Ha burada məndə bizim müstəntiqin araşdırmasının dəlilləri var. Aha. Deməli, o müğənnilərin olduğu tərəfdə kameranın çəkdiyi görüntülər var. Bunu dedi. Mənim əlimdədir. Orada kimsə Mickey Mouse paltarında kimdirsə o müğənnini döyütdü. Ha bu görüntü, ha bu saat mənim əlimdə var. Onu sizə də göstərə bilərəm. Qoy da, mən bayaqdan İstintaqın özündə də ha bizə var göstərəcək, kömək eləyəcəm. Çox üzr istəyirəm. Belə şeylərə getmək lazımdır. Bu xırdaçılıq nəyə lazımdır? Niyə çözürük? Kameranı oradan boşalt, yaz kompüterə. Buradan gəl bax. Lazımdır. Kompüterdə, atırlar bir şey. Müğənni də döyflər sən də indi dur. Yaxşı, müğənniyə görə polisdəyik də biz. Nəyə görə buradayıq? Həkimi çıxartsınlar, müğənni bizə lazım. Qoysun da bizim işimizə köməklik eləyir də. Müğənni bizə lazımdır. Qoy sən buna qulaq. Baxmırıq. Baxırıq, beş baxmırıq. Elə bir şey danışırıq. Aha, görək nədir da? Bu görürəm. Mickey Mouse kimdir? Baxma. Bax ha bunu deyir. Bax. Bax vurdu. Bax vurdu gördün? Bax budur. Bax vurdu. Bax gördün? Bax budur. Şöşü. Sən indiyənə kimi məni avladırırsan, Nə? Sən xalan oğluna kölək gəlirsən, buradan bura. Mən döyəm, sən ərlən döyəm. Sən hər gün məndən 30 manat pul almışsan ki, o Mickey Mouse gəlib tədbirlərdə çıxış eləyəcək, orada nə bilim, meymunluq eləyəcək. Bu sən imişsən, Demək oxşur deyirəm, mən döyəm da, diqqətlə baxın ora. Utanmırsan, mənim vəziyyətimin pis vaxtında utanmırsan bu nə hərəkətlərdə, bu nə gözlərdə vurursan, mənə. Nə olub, burada yox, səni özüm tutturacam, kişi. Sən nətər xatiyayla yox, başqa xatiyayla özüm tutturacam. Sən saxla bir dəqiqə, səni özüm tutturacam, kişi. Hara çıxdı, buradan çıxdı yoxdur. Edim səni içəri, sən yapışdırırsan.
Qılsan şoşu. Boz başımda da çox damağa dəyib, hər dəfə süfrədə yeri görünür. Əz onu bük lavaşa, boz baş eşqinlə yaşa, yoxdur belə tamaşa, bilet havayıdır. Boz başın adı çox qulağa dəyib, həmşəmi, həm şoşu bunu düşünür. Getsə də o haraya, Türkiyəyə, Dubaya, sonda yenə Bakıya, vətənə qayıdır. Var, şəmi, şoşu, şirin hələ, fəlakətin özü də ağsaqqalda. Hər dəfə boz baş pikçər sizə, gülmən baxmalı nəsə gətirir.